Birinci sualda verilib ki, 97 üstü 4də 1-in, deməli 97 üstü 4də 1 ədədi hansı aralığa daxildir? 97 üzəri 4də 1. Əvvəlki videoda, short videosunda demişəm. Yəni, bu ifadəni biz 97-ni 4-cü dərəcədən yazsaq, görək hansı ədədlər arasındadır? Misal üçün, 3 üstü 4. 3 üstü 4 bizə nə verir? 81 verir. O zaman mən bunu 4-cü dərəcədən 81 yazsam, 97-dən kiçikdir. Bəs 3 üstü, deməli, 5 bizə nə verəcək? Uyğun gəlmir. Bizə dərəcələr mütləq 4 olmalıdır. Dərəcə mütləq 4 olsun və 97-ni keçsin. Misal üçün, 4 üstü 4 bizə nə verəcək? 64. Bu artıq çox oldu. Çünki 4 üstü 3 ilə 64 eləyir. 64 də 4-ə vuranda, deməli, neçə eləyəcək bunu vursaq? 6 bir yadda 256 eləyir. Bura bəs kök adlı 256 desəm 4-cü dərəcədən. Bu uyğundur. Deməli, hansı aralığa deyir daxil olacaq? Bu ədəd hansı aralığa daxildir? Deməli, 4 üstü 4, 3 üstü 4. Deməli, 3 üstü 4 və 4 üstü 4. Hansı aralıq olur? 3 ilə 4 aralığı. 3, 4 aralığı. Yəni, A bəndi.